Aktyorluq, rejissorluq, ssenaristlik kursları. Hamısı bir arada. Uşaqlıq xəyalları heç bu qədər əlçatan olmamışdı. Həyatına rəhbər, təhsildən istehsala addımlar. Müasir Azərbaycan kinosunun formalaşmasında sənin də rolun olsun. İndi də mənim ərimi əlimdən almaq istəyirsən? Səhv başa düşdün xanım. Nəyi səhv başa düşürəm? Mən gördüm nə gördüyümü. Hə, mən bunu səhv başa düşürəm. Utanmırsan sən? Özünə gəl, nə Nə deyirsən? olsun? Mən özümdəyəm. Utanmırsan? Nə olsun adamın əri yanında olmayanda? İstəyirsən qaydaları sənə bir-bir sayım. 1. Oğlan dostun olmur. 2. Məktəbə gedəndə, məktəbdən gələndə, ümumiyyətlə evdən çölə çıxanda mənə açot verirsən. 3. Arazı yaddan çıxart. Güya ki səni sevir. Səni qoruyur. Hələ axmaq kimi onu haqda qazandırırsan ki, bəlkə hardasa sən nəysə səhv eləmisən. Necəsən? Yaxşı, sən necəsən? Nə vaxt gəlmirsən? Mən elə biraz olar. Saran qardaşı var idi. Var imiş. Arazdan uzaq dur. Ondan sən xeyir gəlməz. Bundan sonra nə sən onun yanında görürüm, nə də o sənin yanında. Yaxşı? Deyəm bir dəqiqə. Araz sənsən, hə? Hə. Səni bir də məhdədə görmürəm. Niyə? Belə olmalıdır. Zahal sən konsertidir. Bir dənə oynamaq oynayır. Bildiyin yəni səsi elə bilirsən, hə? Bu dənə qatak. Sən başa bir də hadisə gətirərəm ki, qara adını yadından çıxarırsan. Başa düşdün? Bilet almışam, bilet. Verəcək, kasaya girəcək içəri. Baxacaq da. Sən də baxsan, mən də baxıram. Burada nə var ki? Gəl. Sözlü adam oxşuyorsunuz, ay Arif müəllim. Aydın müəllim, mən sizə bir məlumat vermək istəyirdim ki, bizim Damırdaş layihəmiz artıq nəticə verməyə başlayıbdı. Çayxanada uşaqlarla danışdım, onlara bizim ideyamızı izah elədim və onlar qəbul elədilər. Biz artıq onları çayxanada imtahana hazırlaşdıracağıq. Gözəl, gözəl, əla. Demək, bizim əziyyətimiz boşa getmədi. Nəhayət ki, bu iş əmələ çevrildi. Çox gözəl, çox Sizin yaxşı. sayənizdə. Gələn dəfə mən sizdən bura gələndə o prosesin nəticələrini bilmək istəyirəm və inşallah ki, uğurlu olar. Çox sağ olun, gedə bilərəm. Əlbəttə, buyurun. Sizə uğurlar. Çox sağ olun. Sağ olun, sağ olun. Mən çox xahiş edirəm, ondan pis nümunə götürməyin. Məktəb üçün təbaşir var, lövhə var, sinif otağı var. Müəllim sinif otağında dərs keçməlidir. Özbaşınalıq olmaz, belə yerdə, ictimai yerdə dərs keçmək olmaz. Direktora demişəm, əgər direktor tədbir görməsə, lazım orqanlara məlumat verəcəyəm mən. Olmaz, belə şeylə razılaşmaq olmaz. Heç gün mümkün deyil. Bir görə direktor nə deyəcək? Arif müəllim, təbrik edirəm sizi. Bacaracağınıza Bu inanırdım. nə deməkdir? Daha da olar. Bu nə hərəkətdir? Mən keçirim direktorun yanına. Bir dəqiqə gözləyin, zəhmət olmasa zabit müəllimə öncəliklə müəllimlər gəlib onları alaq, sonra sizi alacağıq. Yaxşı, olsun. Keçin. Məktəb öz başına qalıbdır, öz başına qalıb məktəb. Öz başınadır. Sara, sənin qardaşın da var imiş. Xaricdə oxumuşdu, indi təzəlikcə gəlib. Necə biridir? Yaxşıdır. Maraqlıdır, nətər yola gedəsiniz? Yaxşı olar. Onsuz da sevgilinin qardaşı döyməyibsə sən, deməli çox da sevmirsən. Uzağı bir-iki dəfə döyülərik. Təzə çıxıb az. Gəlib tində bucaqda cəmaatla görüşmək. Başını qaldır. Kimsə görsə nə deyəcək, mənə o çatmır. Muradın bacısı gedir cəmaatla Allah bilir nə qayırır.
Başını qaldır. Başını qaldır, bax mənə! Karanlık dar küçelerde itirenler çok olur. Bir ışık, bir ümit ama herkes susur. Yumruğla danışırıq, sözler kalıp yalan. Təbrikler danışanda kim kalır sağlam? Kışkırık sesleri, sessizlerin çığırtısı ellerde. Kan izi hayatın acı payı, dost yoktur düşman çok. Her adımda korku, burada sevgi yok, burada ancak soyuldu. Yəni bizdə işə qəbul da elə də asan deyil. Biz işçini götürməzdən əvvəl tanımağa çalışırıq. Yəni hər işçini biz götürmürük. Siz əvvəl hardasa işləmisiniz? Xadimə kimi işləməmişəm, amma başqa sahələrdə işləmişəm. İndi qərara gəldiniz ki, bizim məktəbdə xadimə işləyəsiniz. Çox yaxşı. Burada bir təmizlik məsələsi var, xadimə işçisi kimi. Bir də var, əsas məsələ, uşaqlarla işləmək məsələsi. Bu çox vacib məsələdir. Maşallah, mən görürəm ki, siz səliqəli xanımsınız, təmizkarsınız, bilirəm. Amma o biri məsələni bilmirəm ki, siz uşaqlarla işləməyi bacarırsınız, yoxsa yox? Yaxşıdır uşaqlarla da aram. Özüm də anayam, qızım var. Elə bu məktəbdə oxuyur. Bizim məktəbdə oxuyur. Ayan 11B. Ayan yaxşı qızdır, tərbiyəli qızdır, çox yaxşı da oxuyur. Əgər Ayan qızımız belə tərbiyəli, yaxşı oxuyan qızsa, təbii ki, valideynləri də çox yaxşı olacaq. Mənə elə gəlir ki, heç bir problem yoxdur. Leyla xanım, siz Gönül xanımı bizim məktəblə tanış eləyin. Mən onda tanış eləyim, otaqları göstərim. Sonra biz o işə qəbul məsələsini dəqiqləşdirərik. Tamam, çox sağ olun. Buyurun. Gedək. Çox sağ olun. Gəlin gedək Gönül xanım, sizi yuxarı mərtəbələrlə də tanış eləyim. Orada olan otaqları göstərin. Gecikməmsin. Muzey qəşəngdir. Arada belə yerlərə gedək. Bir dəqiqə. Mən elə gedək deyirəm. Mən elə səni məhləvə ötürməmişəm. Sənin orada nə işin var? Bax, mənə görə sevginin iki atributu var. Biri sevdiyin qızı məhləsinə ötürmək, o bir də qardaş tərəfindən döyülmək. Get, yaxşı. Mamed, 100%-dən oğurlamamısan pulu? Hə, yəni oğrasam, gəlib sənə deyərəm birinci. Bizdən də mən səndən heç nə gizlətmirəm. De sən öl. Sən öl. Bilirsən də yalandan sən olmaq kimlərin işdir. Hə. Arazdan acıqlı çıxmaq istəyirsən? Hə. Onda gedirsən, məhəllədə nə qədər adam var? Hamıya deyirsən. Araz polisə düşəndən sonra onları işləyib, Araz ümumiyyətlə polisi işləyir. Ondan uzaq durun.
O bizə atış gəlirsə, biz də ona atış gələcəyik. Çoxdan da buradasın. Yox, indi gəldim. Hara gedirsən? Məktəbə gedəcəm. Nə vaxt çıxasan məktəbdən? 3-ün yarısı çıxaram. Gedə bilərsən. Burada olan otaqların təmizliyinə siz baxacaqsınız. 3 dənə olan otaq sizindir. Qalanlarına digər xadimələrimiz baxacaq. Əlavə olaraq 3 xadiməmiz də var. Siz neçə ildir burada işləyirsiniz? Bir dəqiqə üzr istəyirəm. Araz zəng vurulub, keçdi otağına. Gedirəm mən də elə ora gedirəm. Dayanma burada. Yaxşı. Gəlin. Nə dediniz? Neçə ildir burada işləyirsiniz? 3 ildir artıq buradayam. Kollektiv də çox gözəldir. Nə gözəl. Siz əvvəl hardasa işləmisiniz? İşləmişəm, amma xadimə kimi yox. Amma təmizliklə aram çox yaxşı, narahat olmayın. Arif müəllim sizi boşuna bizə məsləhət görməyib. Sağ olsun. Gəlin yuxarıdakı otaqları da sizi göstərim. Orada neçə otağa mən baxacağam? Orada indi qalxaq mutfaqda deyəcəm sizə. Araz. Vaxtın var? Biraz danış. Murad sən adığı küçədə iş verəni çıxarmaq istəyir. Sanırım bilsən. Özü danışanda eşitdim. Sındırmaq istəyirlər səni. Sən belə işlərə baş qoşmuyorsun. İsa'ya etiraz olar? Nə olub yenə dərk basıb səni? Davaya çağırsam gələrsən. Məktəbdə həmişə döyülən adamı davaya çağırmaq istəsə gəlim. Bəlkə işi də bir dərman olur. Sənə nə olub, sən də fikirləsən? Rəqibim güclüdür. Qız məsələsi. Elə bir o Barcelona'da mən neftçiyəm. Bax, işi var, evi var, maşını var, motosikləti də var, gücü var, qüvvəti var. Qız onu sevməsin kimi sevsin məni, daşa da bilmirəm. Qız neynəsin məni? Canımda bir də tost ver, sənə təzə taktikalar deyim də. Keçmir bu dəfə. Əvvəl taktikanı deyim. Qızların əslində güldürən oğlanlardan xoşu gəlir. Nə oldu o dəfə ciddi ediyini güldürən oldu? İndi o aradakı xətti saxlamaq lazımdır, balansı yaratmaq lazımdır. Əvvəl qoy taktika tutsun, tutsa yeyəsən, tutmadı ac qalarsan. Yaxşı. Burada bizim bufetimizdir. Burada sizə aid olacaq. Buranı da siz təmizləyəcəksiniz. Düzdür, indi otaqlar var, amma burada da siz olacaqsınız. Olsun, lap yaxşı. Burada da səhər tezdən gəlin. Otaqlarla yanaşıb burada sizdə. Salam. Salam. Mən Mehman, Lap yaxşı, mən də könül. bufetçi Mehman.
Yeməkxana, bufet falan hamısı mənim idi. Hörmətim, izzətim, gücüm, qüvvətim hamısı da yerində. Bilmirəm amma bəziləri bizi niyə bəyənmir? Burada sizə aid olacaq. Başqa harda? Başqa da göstər. Mənə bax. Biraz zarafat edeyim sənə. Elə. Quba. Çox isə nə olar? Nə olar? Qusar. Kənan xanım, gedək otaqları mən sizə Quba göstərim. çox elə bil. Ağıllanmadın sən? Sən qaldı. Deyil. Dayan bir dəqiqə sən. Demədim sən Arazdan uzaq dur. Sən qalmışdın. Bəlkə mənə qalıb. Sənlik deyil. Sən ağlamıyorsan, hə? Başqa cür danışım. İkinci dəfə deyim. Başqa cür danışım sənlə. Salam qızlar. Qızlar, neyinirsiniz burada? Heç nə, danışırıq. Burada qızlar tualetidir. Səhər, axşam, gündə 2 dəfə təmizləsəz yaxşı olar. Yaxşı. Mənim yarımçıq bir işim var, indi yadıma düşdü. Hə, yaxşı. Həll eləyim. Tamam. Çox sağ olun Leyla xanım. Sağ olun. Məsləhətçisi bələdilər. Leyla, sənə bir dənə şey deyim. Denən də. Mən deyəsən bu idman müəllimi var ya, Rıza. Nə olub ona? Ondan xoşum gəlir deyəsən. Gülməyə zarafat edəmirəm. Mən də deyəsən oğlanlardan xoşum gəlir, qızlardan yox. Bu dəfəki tutdu ya. Sağ ol Aras. Sən yedin. Sən nə edirsən burada? İşləməyə gəlmişəm qızım. Bundan sonra gördüyüm bax buraları, dəhlizi filan mən təmizləyəcəm. Başa düşmədim, başqa iş qalmadı. Niyə başa düşmürsən? Özün bilirsən ki, işdən qovulmuşam, işə ehtiyacım var. İlin günün bu vaxtında gəlib burada iş tapmışam. Mənim məktəbimdə işləməlisən. Heç nə olmaz qızım. İşləmək ayıb deyil. İstəmirəm. Mən sənə görə hamının içində biabır ola bilmərəm. Başlama da yenə ayanda. Sənin istəklərinlə həyat davam eləmir, işləməliyəm. Pula ehtiyacımız var. Məktəbimi dəyiş onda. Onu da eləyə bilməyəcəm. İlin ortasında sənə hansı məktəbi tapım? Heç vaxt məni başa düşmürsən. Of, Ayan, of! Çağırtma məni məktəbdə, gəl bura. Necədir könül? Məktəb xoşunuza gəlir? Yaxşıdır, yaxşı olmağına. Evə də yaxındır. Maaş da belə də pis deyil, qane eləyir. Amma Ayan gördü bayaq məni. Dalaşdıq. İstəmir burada işləyim. Xadimə işləməyimdən utanır. Ayan uşaqdır, onun hər sözünə qulaq assaq, onda bəs bizim valideynimiz harada qaldı? İnşallah düzələcək olursa səhvin başa düşəcək, narahat olmayın. Valla da elə bil bizim evdə o valideyndir, mən uşağam. Əmrlər verir eləcə. Mən də deməzdim ki, nə vaxtsa bu uşaqlardan şikayət edəcəm. Amma deməli ki, qocalıq, hə?
Get mənə 5-6 nəfər uşaq yığ gətir. Tualet. 5-6 nəfər uşaq yığ gətir mənə. Niyə? Get sonra danışarıq. Tualetə gətir, yaxşı? Tamam, qaç. Uşaqlar, gedin bütün məhəllələrə yayın. Araz işverəndir. Xəbər, xəbər düz yerdən gəlir. Ola bilər. İçərdən. Ola bilməz. Araz ara, işverənlik ara. O nə demək? Murad da bilir. Murad da bilir. Ola bilməz. Olanmağım gəlmir. Sən öl deyirəm. Keçən dəfə içərdən birini satıb çıxıb çölə. Kimi satıb? Elxanı. İnanmağım gəlmir amma. Neyniyək? Xəbər düzgün yerdədir. Heç nə də Araz da belə getdi. Danışarıq. Ondan uzaq gəzin. Sizə də yol xəbər. Araz, uşaqları yığdım. Biraz atlar amma özündə bilsən, ürəkli oğlan naraz olur. Başqa heç kimi tapa bilmədim çünki hamı imtahan hazırlaşırdı. Özündə bilsən, imtahan yaxınlaşır, ciddi məsələdir. Amma bəlkə uşaqlardılar, yəni narahat olma. Deməli uşaqlar, gəlmisiniz birincisi çox sağ olun. Ürəkli uşaqlarsınız. İndidən yavaş-yavaş gözümə girəcəksiniz. Davadan xəbəriniz var, demişsən dava? Hə, demişəm, hamısı bilir. Yaxşı, birinci, küçədə hörmətli olmaq üçün nə etmək lazımdır? Yaxşı oxumaq, mehriban olmaq lazımdır. Nə deyirlər, sözlə götürmək? Hörmətlə yanaşmaq. Heç davada olmusunuz? Dava eləməmişəm, amma mənlə dava eləyiblər. Mən bir dəfə bağça dava eləmişəm. Mən də birinci sinifdə, o da döyülmüşəm. Özündə bilsən də davakar uşaq deyiləm. Uşaqlar, bəs necə eləyək? Ümumiyyətlə, dava zat görüb eləməmisiz, davada nə eləmək lazımdır? Davanı sakitləşdirmək olar. Polislərdən kömək istəmək. Evdəkilərə zəng eləmək. Üzr istəyib söhbəti uzatmamaq. Görək. Yaxşı olar. Sara ilə nə işin var ki? O qızdan nə istəyirsən sən? Arazdan nə istəyirsən? Mən onu tanıyıram, atası da mənim iş yoldaşımdır. Mədəni, mərifətli ailədir, yəni o Arazın özünü də tanıyıram. Çox qarışma da bu işlərə. Onsuz da ehtiyat eləyirəm ki, yenə başlayacaqsan o bir kruqun uşaqlarına yenə qoşulacaqsan. İşin olmasın, yaxşı, nə Arazla, nə Sarayla. Yaxşı oğlum. Yaxşı. Mənə görə dərsdən qaçarsan? Mənə görə siqareti tərgizə bilərsən? Qəlbimdən nur çilənir təzə evdən eyvana. Sən mənimsənsən, gözəlim mənimdir bu dünyada. Gözəllərin içində sən hamıdan təzəsən. Çiçəklər mi gözəldir, yoxsa sən mi gözəlsən? Gözəllərin
təzəsən Çiçəklər mi gözəldir Yoxsa sən mi gözəlsən Çiçəklər mi gözəldir Yoxsa sən mi gözəlsən Qəşəng keçdi bu gün. Sevdiyin fən hansıdır? Riyaziyyat. İnanmadın? Əslində riyaziyyatın sevgi ilə çox əlaqəsi var, bilirsən? Bax, paralel xəttlər həmişə bir-birlərini görürlər, amma heç vaxt toxuna bilmirlər. Tangens əyriləri sadəcə bir dəfə bir araya gəlib, toxunub, sonra sonsuza qədər ayrılırlar. Asimptot xəttlər getdikcə bir-birlərinə yaxınlaşır, amma heç vaxt qovuşmurlar. Boş çoxluqların içində əslində çox şey ola bilərdi. Amma onlar həmişə kiminsə, nəyinsə alt çoxluq olmağını seçdilər. Rasional ədədlər həmişə yanımızdadır. Amma heç kim onları tam anlaya bilmir. Sən bunları da bilirsən. Çünki mən riyaziyyat müəlliminin oğluyum. Nə? Arif müəllim mənim atamdır. Əslində heç kimə demirdim. Amma sənə deyə bilərəm. Yaxşı, gedək gecikəcəksən. Hə, dayı, gözləyirik, gəl. Gəl, gəl. Sahildəyik. Yaxşı. Ömründə bir dəfə dərsdən qaçdım, o da ki, yaxşı düşdü. Amma xoşuma gəldi. Nəyər? Amma xəstələnməsən yaxşı olar. Xəstələnsəm o mənə nə deyəcək? Deyəcəm ki, sən eləmisən. Məncə mənə işlənməz. Bəxtimizdən gedənə yaxın yağış da kəsdi. Onda bir də gəlmək lazımdır bura. Gəldi, çıx. Bilmirdin ergən qızla sevgili olanda ancaq əsəbi olacaqsan? Başa düşmürəm, sən məni o çəyitgən qıza görə atdın, getdin. Yox, sənin burada nə işin var? Burada o sualları mən verirəm. Cavab ver sualıma. Cavab ver də mənə. Niyə? Xədicə. Xədicə. Buradayam. Düş aşağı. Düşə bilmərəm. Qardaşım görəcək. Ay, nə düşəm mənim? Qardaşım yoxdur burada. Heç kim yoxdur. Düş aşağı. Düşə bilmərəm. Ay, nətə düşəm mənim? Qardaşım yoxdur da deyirəm, gedib alıb baxmışam da yoxdur. Niyə düşmürsən? Gözlə gəlmə. Gəl, tez ol, səni gözləyirəm.
Alo, Murad, mənəm, hə. Uşaqlara dedim, bütün məhəlləri yayacaqlar. Hə, narahat olma. Həll elədim. Yaxşı. Yaxşı. Nətərsən? Sağ ol, sən nətərsən? Yaxşı. Mən sənə kömək eləyə bilərəm. Nətər? Damladaşlar layihəniz necə gedir? Yaxşıdır, olacaq inşallah. Alınacaq. Görürəm hərdən çayxanada uşaqlarla məşğul olursunuz. Hə, yavaş-yavaş onlar da öyrəşir Rəyu. Yaxşı olar inşallah. İnşallah, çox sağ ol. Sənə bir sual vermək istəyirdim. Nə? Əgər sən başa düşməyəcəksənsə. Buyur, de, narahat olma. Yoldaşınla heç əlaqən yoxdur? Yox, heç bir əlaqəmiz yoxdur. Nəysə, çox belə mövzulara girməyək. Həm məhəlləyə çatdıq, həm də ki, şəxsi tərəflərimiz. Yox, üzrlü sayır demək istəmirəm. Yox, narahat olma. Valla, Səma bu dəfə də məni sizin yanınızda görsə, dəqiq parçalayacaq. Hələlik Arif müəllim. Hələlik. Necəsən? Gözünə nə olub? Heç nə. Baxın. Kim eləyib bunu? Qardaşın eləyib, hə? Nə deyirsənsə tezdən mən gedim. İstəmirəm bizi görsün. Get. Xaçə. Səni sevirəm. Nəhayət ki, düşdün əlimə. Mənim sevgilimdən uzaq durursan, başa düşdün? Yoxsa səni sonra özündən küs, başa düşdün? Eşitdin məni? Cavab ver. De görüm nə köməyindəyir. Nə desəz eləyərəm. Əsas o da kruqunuza girim. Həm də Arazdan xoşum gəlmir. Zəhləm gedir ona. Nə desəz eləyərəm. Sizə qarşı səhv hərəkət edən oğlan məncə yaxşı oğlan deyil. Hərəkətlərinə görə döyülmüş. Allah bilir nələr edibsə. Bir də arvadını yaxşı tanıyır. Bir də yerir elə bir ki, işləklərdən çıxan mənim. Mənə bax. Baxın.
Bunun isə heç bir aidiyyəti qalmayıb. Ərim məni döyürdü, döymürdü. Yaxşı. Mənim evimin söhbətin sən aidiyyatı qalıb? Hə? Bu məhəllədə hamı bilir ki, sən öz ərivi hər gün necə alçaldırsan, azarlayırsan, körpə uşaq kimi. Əmsi də onu öz oğlunun gözündə heç eləmirsən. Mənim ərim məni döysə də, söysə də, ən azından mən ona hörmət eləyirdim. Daha qonşunun içində biabır eləmirdim. Belə hörmət edirsən ərinə? Onun bunun ərinə göz salaraq hörmət edirsən? Bəsdir görüm. Boş-boş danışırsan, adımı da çıxarsan məhəllədə. Sənin adın o çoxdan çıxıbdı. Mənim şəxsi həyatıma dil uzatmamışdan əvvəl get birinci öz ailə həyatıma bax, eşitdin? Nə olub mənim ailə həyatıma? Hər şey göz qabağındadır. Ən azından ərimin yanında başı dik dayanmışam. Şunu qız əl qaldırmısan, hə? Bir də o qız əl qaldır. Quranın şunu ulumlu üzərəm ha. Bildin hə? Hə? Oğlanlıqdan da, hə? Qız əl qaldırma oğlanlıqdandır. Hə? O qıza bir dəl qaldırsam sənin eləyərəm, tikə-tikə eləyərəm ha səni. Məhəlləviz də şirindir. Ola bilər. Deməli, sevgimin birinci atributunu elədik, qaldı o bilər. Burada qalsın. Mən уже gedim.